Şuur nədir? Şuuraltı nədir? Şuur bizim fərqindəliyimizdir. Yəni fərqində olduğumuz hər bir şey, baxarkən gördüyümüz, qulaq asarkən eşitdiyimiz, eylədiyimiz, daddığımız və həmin an üçün bizə yeni olan hər bir şey, yəni qavrama sferamızda olan hər bir şey bizim şuurumuz daxilindədir. Şuuraltı isə biz ana bətninə düşdüyümüz gündən bu ana kimi, bu saniyə kimi bizim eşitdiklərimiz, gördüklərimiz, hiss etdiklərimiz, duyduqlarımız, düşündüklərimiz hər bir şeyin yazılı bir formatda saxlandığı yerdir. Yəni bizim arxivimizdir. Nəyə görə gündəlik həyatımızda daha çox şuuraltı hallandırılır? Ona görə ki, bizim gündəlik həyatımızın 90%-ni demək olar ki, şuuraltı idarə edir. Məsələn, siz bugün işə gəlmisiniz, tezdən durmusunuz, yeməyinizi yemisiniz, hazırlaşıb işə gəlmisiniz. Sizcə bu şuurdur, şuuraltıdır? Bu məncə şuuraltıdır. Bəli, şuuraltıdır. Bizim artıq yaşadıklarımız, yəni beynimizdə qeydə alınmış hər bir şey şuuraltının dəstəyi ilə olur. Şuur dövrəyə girməsi üçün bizim yeni nələr öyrənməyimiz, yeni addımlar atmağımız, yəni şuurumuz daxilində hərəkət etməyimiz gərəkdir. Biz rutin işləri görürsə, bu artıq şuuraltıdır. Əgər biz özümüz heç nə oxumayacaqsa, hal-hazırki dövrdə ChatGPT modam edib və ondan dəstək alacaqsa, yəni özümüz bir şey düşünüb tapmayacaqsa, bizim şuurumuz get-gedə iflas olacaq.